Bakı Avrasiya Universiteti tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində iqlimə uyğunlaşan şəhərlərdə dayanıqlı mənzil sistemləri, iqtisadi, sosial və texnoloji yanaşmalar mövzusunda praktiki seminar keçirilib. Tədbir iqlim dəyişiklikləri fonunda dayanıqlı şəhər inkişafı modellərinin formalaşdırılması, mənzil əlçatanlığı və müasir urban idarəetmə yanaşmalarının müzakirəsinə həsr olunub. Seminarın açılışında Universitetin Beynəlxalq Əlaqələr üzrə prorektoru Dosen Sevda Rızayeva çıxış edərək 2026-cı ilin şəhərsalma və memarlıq ili elan edilməsinin və dayanıqlı şəhər mühitinin formalaşdırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, iqlim dəyişikliklərinin şəhər infrastrukturu və mənzil siyasətinə təsirinin nəzərə alınmasının vacibliyini qeyd edərək, bu sahədə akademik mühit, dövlət qurumları və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın önəmini diqqətə çatdırıb. Tədbirdə Birləşmiş Millətlər Təşkilatının məskunlaşma proqramının təbliğat və layihələr üzrə baş məsləhətçisi Mələkə Tağızadə, Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi Natiq Əbdülrəhmanov və Urban Nature Based Solution MMC-nin təsisçisi Elmira Fərzəliyeva şəhərsalma prosesində dayanıqlı yanaşmalar, iqlimə uyğunlaşma mexanizmləri və beynəlxalq təcrübə barədə fikirlərini bölüşüblər. Seminar çərçivəsində universitetin müəllimləri mənzil əlçatanlığı və iqtisadi dayanıqlıq, rəqəmsal şəhərsalma və idarəetmə mexanizmləri, urban mühitində sosiallaşma və inklüziv icmaların formalaşdırılması, eləcə də urban rifah kontekstində mənzil siyasəti mövzularında çıxış ediblər. Tədbirin növbəti hissəsində tələbələr iqtisadi dayanıqlıq, sosial ədalət və inklüziv urban inkişafı, eləcə də ağıllı ev və ağıllı şəhər konsepsiyalarına dair hazırladıqları layihə təkliflərini təqdim ediblər. Seminar ümumi müzakirələr və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.